Deyir ki, məsələn, uşağı burax, özü böyüsün, öz seçimini eləsin. Yəni, məsələn, biz onda deyə bilərik ki, qardaş, yəni kimdirsə, o balaca uşaqdır. Məktəbə getmək istəyir, getmək istəmir. Yəni, biz onu bilir ki, uşaq məktəbə getmək istəmir. Kimin uşağı səhər tezdəndən atasının, anasını yuxudan durğuzdur ki, gəl məni giyindir, göndər məni məktəbə. Bir şey yoxdur axı, bunu hamı bilir. Sən uşağı durğuzursan, qardaş görür, xüsusən onun oğlu. Sən onu durğuzursan, geyindirirsən, ağlaya-ağlaya da olsa məktəbə göndərərsən. Və biz buna etiraz da eləmirik. Çünki o uşaq hələ bilmir, məktəb onun üçün xeyirdir və ya ziyandır. Sən ata-ana olaraq bilirsən ki, məktəb bu uşağa lazımdır. Ona savad lazımdır. Elə bu ölkəni idarə edən savadlı adamlardır da, savadlı evladlardır. Oxuyublar, öyrəniblər, indi maşallah, Allah razı olsun, idarəçilik eləyirlər. Bunu da inkar eləmirik. Və dəstəkləyirik ki, belə olmalıdır. Eyni zamanda din də belədir. Sən onu məcbur saymırsan, uşağı məcbur məktəbə göndərməyi. Hesab bağlamağa məcbur sayırsan. Bu insafdan deyil, axı, bu ədalətdən deyil. Elhamdülillah. Bu cür yanaşmaq düzgün deyil. Bu cür yanaşmaq həm də bir növ şəxsi məsələlərə qarışmaqdır.